Türkiyənin Suriyada artan varlığı regional planlarının icrasını sürətləndirməyə çalışan İsraili narahat etməyə başlayıb. Təl-Əviv Ankaranın Suriyadakı bazalarında dronlar və hava hücumundan müdafiə sistemləri yerləşdirəcəyindən ehtiyatlanır. Netanyahu hakimiyyəti qarşı tərəfdən gələcək bu həmlənin sərhədlərin qorunması işini çətinləşdirəcəyindən və hərbi münaqişəyə səbəb olacağından çəkinir. Məhz bu səbəbdən Ağ Evdə söz gedən mövzu İsrailli rəsmilərin gətirdiyi müzakirə dosiyələrində əsas başlıqlardan olub. Netanyahu ola biləcək hər hansı qarşıdurmada Donald Trumpın nəbzini ölçməyi, sadə desək, Ankaraya qarşı onunla eyni cəbhədə olub-olmadığını öyrənməyə gedib. Lakin gözlənilən olmadı. Bu ilin fevralında ilk ziyarətindəki kimi isti qarşılanmayan İsrailin baş nazirinin cavab tapmaq istədiyi məsələni Trump masaya yatırmaqdan çəkinib. Hətta əksinə, Ağ Ev sahibinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasətinin təriflənməsinə şahidlik edib. Netanyahunun Amerika səfərində əsas məqsəd bu dəfə Qəzza deyil, Suriyada Türkiyənin varlığı idi. Ancaq istədiyini ala bilmədi. Trump görünür İsrailə görə Ərdoğanla münasibətini pozmaq istəmir. Netanyahu başqa variant düşünməlidir. Türkiyəli hərbiçiləri xüsusilə Qolan təpələri ətrafında görmək istəməyən İsrailin əlini zəiflədən Rusiyanın Suriyada tutduğu əvvəlki mövqeyi indi Ankaranın əvəzləməsidir. Suriyadakı Rus bazasından aldığı məlumatla həm ölkədə, həm də regionda qol-budaq atan Təl-Əviv Türkiyənin artan nüfuzu ilə bu bıçağını itirməkdən çəkinir. Çünki Türkiyə ordusu regiona gələrsə, İsrail istənilən hərəkəti diqqətlə götür-qoy etməli olacaq. Üstəlik bu cür hərəkətlərin Ankara ilə hərbi münaqişəyə gətirib çıxarıb-çıxarmayacağı da nəzərə alınmalıdır. Məsələyə Ankaradan baxsaq, heç Türkiyədə hazırki məqamda İsraillə mümkün qarşıdurmada maraqlı deyil. Hətta bu məsələni ölkənin Xarici İşlər Naziri Hakan Fidan xarici media orqanlarında müsahibəsində dəfələrlə vurğulayıb. Lakin İsrailin Suriyanın hərbi obyektlərinə müntəzəm zərbələr endirməsi yeni hökumətin IŞİD-də daxil təhlükələri önləmək bacarığını zəiflədir. İsrail bilir ki, Türkiyənin artan nüfuzu onun Suriyada məlumata çatmaq şansını azaldacaq. Ona görə də hərəkətə keçir. Lakin görünür, bu istiqamətdə hər şey planlaşdırıldığı kimi getmir. Çünki Türkiyə ilə münasibətləri kimsə pozmaq istəmir. Netanyahunun tez bir zamanda Vaşinqtonun yolunu tutmasında Suriyanın keçid hökumətinin rəhbəri Əş-Şaranın cümə günü Türkiyəyə planlanan səfəri də təsir edib. Çünki Təl-Əviv iki ölkənin gözlənilən təmaslarında Türkiyənin xeyrinə veriləcək bir neçə qərarın meydana çıxacağını yaxşı bilir. Hərbi əməkdaşlıq müqaviləsi konkret yol xəritəsinin formalaşdırıldığı və bir müddət üzərində işlənilmiş bir mövzudur ki, bu mütləq müzakirə olunacaq. Hələlik Türkiyə bazalarının harda və nə dərəcədə qurulacağı bəlli deyil. Ancaq Şara ilə danışıqlardan sonra yeni addımların atılacağı bəllidir. Digər tərəfdən bu həftə təkcə Suriya ilə deyil, İraqla da təmaslar gözlənilir ki, bu da Türkiyənin əməkdaşlığı genişləndirdiyini üzə çıxarır. Bundan başqa Ankara, İraq və Suriya ilə yanaşı İordaniya, Livanın da daxil olduğu regional platforma yaratmaq istəyir ki, İsrail bu yaxınlaşmaları regionda özünə təhlükə sayır. Türkiyənin Suriya hökuməti ilə münasibətləri Ankaranın ölkədə istədiyinə çatacağı deməkdir. Üstəlik Ankara digər region ölkələri ilə də danışıqlar aparır. Bu da İsrailin bəyənmədiyi vəziyyətdir. İndi Netanyahunun müraciəti fonunda Birləşmiş Ştatların Türkiyə və İsrail arasında qarşıdurmanın qarşısını almaq üçün nə edə biləcəyi maraq doğurur. Aydındır ki, Ağ Ev ortaq yol tapmaq üçün səy göstərəcək. Görünür, mümkün münaqişə məsələsi yalnız texniki səviyyədə məlumat verilməklə həll oluna bilər. Məsələn, Ankara və Təl-Əviv Suriyada hava məkanında istifadə zamanı əvvəlcədən bir-birlərini məlumatlandırır və həyata keçiriləcək fəaliyyətlər bildirilir. Türkiyə Dəməşqə hərbi atəşini məhz bu səbəbdən təyin edib də deyə bilərik. Çünki Ankaranın əsas məqsədi belə dialoqların aparılmasıdır. Bu məqamda İsrailin yeni Dəməşq administrasiyası ilə hansısa formada dialoq qurulmasının lazımlığı da istisna edilmir. Amma ümumən Suriya məsələsində yalnız Ankaranın mövqeyində ehtiyatlı nikbinlik üstünlük təşkil edir.